Salam, gökyüzünün ən parlaq, ən möhtəşəm və hər addımı ilə ətrafına günəş enerjisi saçan əziz şir bürcü nümayəndələri. Meşənin və bürclər aləminin əsl hökmdarları, bu həftə sizin üçün sadəcə bir zaman kəsiyi deyil, həm də özünüzü dünyaya bir daha sübut etmək, zirvəyə gedən yolda maneələri bir-bir aşmaq və daxilinizdəki o sönməyən ateşi hamıya göstərmək üçün yaradılmış xüsusi bir səyahətdir. 27 apreldən başlayaraq 3 maya qədər davam edəcək bu 7 gün aprelin o coşqun sonluğu ilə mayın bərəkətli və sabit başlanğıcı arasında sizin üçün çox əhəmiyyətli bir keçid rolunu oynayır. Günəş hal-hazırda Buğa bürcündə sizin karyera və cəmiyyətdəki yerinizi təmsil edən 10-cu evinizdə parlayır. Bu o deməkdir ki, ulduzlar bu həftə bütün işıqları sizin üzərinizə yönəldib və sizin hər bir hərəkətiniz, hər bir sözünüz hər kəs tərəfindən izlənilir. Əgər son vaxtlar özünüzü kifayət qədər təqdir olunmamış hiss edirdinizsə, ulduzlar bu həftə sizə layiq olduğunuz o taxtı geri qaytarmaq üçün hər cür dəstəyi verəcək. Gəlin bu enerjili həftənin hər bir anını saniyə-saniyə, addım-addım birlikdə kəşf edək. Həftənin ilk günü olan 27 aprel bazar ertəsi səhərinə oyanarkən daxilinizdə biraz fərqli, bəlkə də biraz təmkinli bir enerji hiss edə bilərsiniz. Ayın xərçəng bürcündə olması sizin 12-ci evinizdə, yəni ruhsal dünyanızda, sirlər və daxili hazırlıq zonanızda hərəkət etdiyini göstərir. Bazar ertəsi günü ulduzlar sizə deyir ki, böyük partlayışdan əvvəl səssizlik lazımdır. Bugün çox ön planda olmağa çalışmayın, əksinə pərdəarxası işlərlə məşğul olun. Strategiyanızı qurun, planlarınızı dəqiqləşdirin və enerjinizi daxilinizdə toplayın. İş yerində bəzi dedikodular və ya gizli məlumatlar qulağınıza çata bilər, bunları sadəcə dinləyin, lakin hələlik heç bir reaksiya verməyin. İntuisiyanız bugün o qədər güclüdür ki, kimin sizə dost, kimin isə rəqib olduğunu dərhal hiss edəcəksiniz. Bazar ertəsinin o sakit enerjisi əslində sizin üçün bir şarj olunma dövrüdür. Axşam saatlarında özünüzlə tək qalmaq, bəlkə biraz meditasiya etmək və ya sadəcə xəyallara dalmaq sizi gələn günlərin o böyük tempini hazırlayacaq. Daxili hüzurunuzu qoruyun, çünki fırtına qopanda siz ən möhkəm dayanan ağac olmalısınız. 28 aprel çərşənbə axşamı günü isə vəziyyət tamamilə dəyişir. Ay sizin bürcünüzə, şir bürcünə keçid edir və sanki dünyanız birdən-birə rənglənir. Səhər saatlarından etibarən özünüzü hər zamankından daha canlı, daha ehtiraslı və hər şeyə qadir hiss edəcəksiniz. Çərşənbə axşamı sizin gününüzdür. Güzgüyə baxanda gördüyünüz o güclü insanı sevin, çünki ətrafınızdakı hər kəs də eyni şeyi görəcək. Bugün xarici görünüşünüzlə bağlı dəyişikliklər etmək, yeni bir layihəyə başlamaq və ya vacib bir görüşdə liderliyinizi nümayiş etdirmək üçün ulduzlar sizi tam dəstəkləyir. Cazibəniz o qədər yüksəkdir ki, insanların diqqətini çəkmək üçün heç bir əlavə səy göstərməyinizə ehtiyac qalmayacaq. Şəxsi həyatınızda da bu coşqu özünü göstərəcək, əgər ürəyiniz boşdursa, bugün qarşınıza çıxan insanları təsiriniz altına sala bilərsiniz. Mövcud münasibətlərdə isə özünüzü daha aydın ifadə edəcək, istəklərinizi çəkinmədən deyəcəksiniz. Çərşənbə axşamının bu möhtəşəm enerjisini karyeranızda irəliləmək üçün istifadə edin. Özünüzü təqdim etməkdən qorxmayın, çünki bugün kainatın ulduzu məhz sizsiniz. 29 aprel çərşənbə günü diqqətiniz biraz daha maddi məsələlərə, qazancınıza və şəxsi dəyərlərinizə yönələcək. Ayın Buğa bürcündəki günəşlə harmonik əlaqəsi sizin karyera sahənizdə böyük fürsətlər yarada bilər. Bugün zəhmətinizin maddi qarşılığını görmək üçün müraciətlər edə bilərsiniz. Ola bilsin ki, bir layihəniz üçün büdcə təsdiqlənsin və ya yeni bir gəlir mənbəyi haqqında xəbər alasınız. Maddi güvən ehtiyacınızın artdığı bir gündür, lakin eyni zamanda lüksə olan meyliniz də baş qaldıra bilər. Özünüzü mükafatlandırmaq istəyəcəksiniz, bu bir ləzzətli yemək də ola bilər, bahalı bir ətir də. Ancaq diqqətli olun ki, bu alış-verişlər büdcənizi sarsıtmasın. İş mühitində sizin praktik tərəfiniz hər kəs tərəfindən təqdir olunacaq. Çərşənbə günü atılan hər bir maddi addım gələcəkdə sizə böyük dividendlər gətirə bilər. Axşam saatlarında isə gələcək maliyyə hədəflərinizi kağıza tökmək sizə mənəvi rahatlıq və aydınlıq verəcək. Unutmayın ki, sizin kimi bir hökmdarın büdcəsi də hər zaman nizamlı olmalıdır.
Aprel ayının son günü 30 Aprel Cuma axşamına gəldikdə ünsiyyət və sosiallıq ön plana çıxır. Bu gün yaxın çevrənizlə, dostlarınızla və ya həmkarlarınızla olan dialoqlarınız çox önəmlidir. Ola bilsin ki, vacib bir məlumatı öyrənəsiniz və ya uzaqdan gözlədiyiniz bir xəbər nəhayət ki gəlib çatsın. Cümə axşamı günü zehniniz çox iti işləyəcək, eyni anda bir neçə işi idarə etməli ola bilərsiniz. Şir bürcü üçün bu cür dinamika əslində maraqlıdır, lakin diqqətli olun ki, xırda detalları gözündən qaçırmayasınız. Aprel ayının ümumi bir yekununu etmək, bitməmiş işləri qaydasına salmaq üçün ideal bir gündür. Əgər kiməsə verməli olduğunuz bir cavab və ya tamamlanmalı olan bir sənəd varsa, bunu təxirə salmayın. May ayına keçid gecəsi, yəni aprelin 30-dan mayın 1-nə keçən o sehirli saatlarda gələcəklə bağlı böyük arzular qurun. Sizin xəyallarınız kainatın nizamı ilə səsləşir və may ayı sizə həmin xəyalları reallığa çevirmək üçün gəlir. Enerjinizi təmizləyin, keçmişin bütün tozunu apreldə buraxın və mayın o təravətli havasına hazır olun. Xoş gəldin, may ayı. 1 may cümə günü sizin üçün əsl bayram enerjisi ilə başlayır. Mayın ilk günü ulduzlar sizin ailə və ev mövzularına fokuslanmağınızı istəyir. İşdəki o gərgin tempdən sonra öz sığınacağınıza, evinizə çəkilmək və yaxınlarınızla vaxt keçirmək sizə əsl mənəvi şəfa verəcək. 1 may həm də zəhmətin, əməyin qiymətləndirildiyi bir gündür və siz öz əməyinizin bəhrəsini ailənizlə bölüşməkdən böyük zövq alacaqsınız. Evinizdə kiçik bir dəyişiklik etmək, bəlkə bir otağın rəngini dəyişmək və ya yeni bir dekorativ əşya almaq ruhunuzu təzələyəcək. Valideynlərlə olan münasibətlərdə səmimiyyət artır, onlara vaxt ayırmaq sizin üçün bugün ən böyük prioritet olmalıdır. Daxili hüzurunuzu nə qədər güclü saxlasanız, xaricdəki uğurlarınız bir o qədər daimi olar. Mayın ilk cüməsi sizə həm də bir növ kök salmaq və özünüzü daha güvəndə hiss etmək hissi bəxş edəcək. Gülümsəyin, çünki mayın bərəkəti artıq sizin qapınızdadır. 2 may şənbə günü enerjiniz yenidən parlayır və bu dəfə fokus nöqtəniz yaradıcılıq, eşq və hobbiləriniz olur. Şənbə günü sizin üçün əsl əyləncə və özün ifadə günüdür. Yaradıcı bir işlə məşğulsunuzsa, ilham pərləri sizin başınızın üzərində olacaq. Heç vaxt sınamadığınız bir şey etmək, bəlkə də bir səyahətə çıxmaq və ya maraqlı bir tədbirdə iştirak etmək üçün mükəmməl gündür. Sevgi həyatınızda romantik küləklər o qədər güclü əsir ki, həm partnyorunuzu, həm də ətrafdakıları heyran qoyacaqsınız. Şir bürcünün o məşhur ehtirası bu şənbə günü özünü tam göstərəcək. Övladları olan şirlər üçün onlarla oyunlar oynamaq, onların dünyasına daxil olmaq günün ən gözəl hədiyyəsi olacaq. Bugün həyatın dadını çıxarın, rəqs edin, gülün və kainatın sizə sunduğu bu gözəlliklərə şükür edin. Özünüzü həyatın axarına buraxın, çünki xoşbəxtlik sizin təbii halınızdır. Həftənin son günü olan 3 may bazar günü diqqətiniz gündəlik rutinlərə, sağlamlığınıza və özünüzə qulluğa yönələcək. Bazar günü olmasına baxmayaraq, bəzi şirlər yeni həftəyə hazırlıq görmək, işlərini nizama salmaq və ya evdəki xırda detalları bitirmək istəyəcəklər. Sağlamlıq mövzusu bugün önəmlidir. Bəlkə də yeni bir idman rutininə başlamaq və ya daha sağlam qidalanmağa qərar vermək üçün ulduzlardan ilham alacaqsınız. Bədəninizi dinləyin, o sizə nəyə ehtiyacı olduğunu söyləyəcək. Şənbə gününün o yüksək enerjisindən sonra bazar gününü biraz daha praktik işlərlə keçirmək balansı qorumağa kömək edəcək. Detallara olan diqqətiniz gələn həftə üçün planlarınızı daha möhkəm etməyə şərait yaradacaq. Axşam saatlarında isə gələcək həftənin uğurlarını vizuallaşdıraraq yuxuya gedin. Siz bir şirsiniz və gələn həftədə dünya sizin ətrafınızda dönməyə davam edəcək. Ümumi olaraq 27 aprel, 3 may həftəsi əziz şirlər üçün bir növ karyera və özünü bərpa həftəsidir. Sağlamlıq baxımından xüsusilə bel və onurğa nahiyənizə diqqət etməyiniz, ağır yük qaldırmamağınız məsləhətdir. Maddi mənada may ayının gəlişi ilə yeni və maraqlı təkliflərlə qarşılaşa bilərsiniz, bunları dəyərləndirərkən uzun müddətli düşünün. Sevgi həyatınızda isə sizin o məşhur sədaqətiniz və böyük ürəyiniz bu həftə ən böyük gücünüz olacaq. İş həyatında zirvə artıq görünür, sadəcə biraz daha səbir və nizamla hər şey istədiyiniz kimi olacaq.
Əziz şirlər, bu həftə ulduzların sizə verdiyi ən vacib mesaj budur. Sənin gücün sənin qəlbindədir, parlaqlığın isə zəhmətindən doğur. 27 apreldən 3 maya qədər olan bu dövr sizin üçün həm daxili hüzur, həm də xarici uğur vəd edir. Ümid edirik ki, bu astroloji yol xəritəsi həftənizi daha aydın görməyə və hər bir günü bir qalib kimi yaşamağınıza kömək edəcək. Həyatınızdan sevgi, cibinizdən bolluk və ruhunuzdan o möhtəşəm cəsarət heç vaxt əskik olmasın. May ayınız uğurlarla gəlsin, hər bir gününüz bayram əhval-ruhiyyəsində keçsin. Gələn həftə ulduzların rəhbərliyi altında yenidən görüşənədək özünüzə yaxşı baxın və hər zaman ən yaxşısına layiq olduğunuzu unutmayın. Sevgilərlə qalın.